Xalq şairi, tanınmış dramaturq və ictimai xadim Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş Səməd Vurğun Azərbaycan şeirinin parlaq ulduzu adlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi və Naxçıvan Tibb Kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2026-cı il tarixli sərəncamının önəmindən bəhs edib. Bənzərsiz lirikası olan və özünə məxsus yaradıcılıq zirvəsi fəth etmiş şairin həyat və yaradıcılıq yolu barədə məlumat verilərək bildirilib ki, Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan Səməd Vurğunun yaradıcılığı vətənpərvər və milli mənəvi dəyərlərə bağlı gənc nəslin yetişməsində mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Ali Məclisin deputatı Gülxarə Əhmədova vurğulayıblar ki, Səməd Vurğun istər ictimai xarakterli, istərsə də vətən və insan sevgisini tərənnüm edən poeziyası ilə cəmiyyətin maariflənməsində və milli düşüncənin formalaşmasında xüsusi rola malik olub. Bildirilib ki, ana dilimizin saflığının qorunması, vətən sevgisi, milli kimlik, azadlıq, humanizm, mənəvi bütövlük mövzuları xalq şairinin dəstxəttində xüsusi yer tutur. Gedirəm yamandır ayrılıq dərdi, demə Səməd Vurğun gəldi gedərdi, unutmaz bu oba, bu mahal məni. Və Səməd Vurğunun vəfatından 70 il keçməsinə baxmayaraq, bu gün də xalqımız Səməd Vurğunun xatirəsini əziz tutur, onu böyük sevgi ilə anır və onun şeirləri bu gün də körpələrimizin, övladlarımızın dilində ana himni kimi səslənir. Və Azərbaycan şeiri təkcə bəsdir ki, Səməd Vurğun əbədi bir ömür yaşaya bilsin. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universiteti Teatr və Mədəniyyətşünaslıq kafedrasının müəllimi, əməkdar artist Tofiq Seyidov, dramaturqun "Şair, nə tez qocaldın sən" şeirini bədii qiraət edib. Dünən mənə öz əlində gül gətirən bir gəlin də, gözlərində min bir sual, xəyal kimi dayandılar. O gözəlin gözlərindən də mən oxudum, şair, nə tez qocaldınız. Tədbirdə həmçinin Vaqif dramından səhnə və Səməd Vurğun şeirlərindən ibarət kompozisiya təqdim olunub. O qaç canavar, gəlir sürüsüyle bizi soymağa, düşdüyü qanlardan çıxıb doymağa. Şair, hökümdarın hüzurundasan. Bunu sizsiz belə düşünürəm mən. Bəs baş əymədiniz? Əymədim bəyli, əyilməz vicdanın böyük heykəli. Bəlkə də Azərbaycan şeirini qələmə alanda bu şeirin bu qədər dillər əzbəri olacağını şair təsəvvür etməmişdi. O, vətəninə olan sevgisini belə qələmə almışdı. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan. Dahi şairin əziz xatirəsinə ehtiramla Məryəm Bababəyli, Cəmil Məhərrəmov, NTV Xəbər.